Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, sizləri bugün fərqli bir ərazidən salamlayıram. Necə fərqli? Hər gün paylaşımlarım, deməli, Mərdəkan, Şüvalan, Doğma ərazisindən, Şağandan olur. Çünki bizim ofisimiz orada yerləşir, ən çox o ərazini işləyirik. Amma yenə deyirəm, kimlərsə evlərin hardasa, bağların satmaq istəsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Biz də sizin evlərinizi ərazidən asılı olmayaraq, biz də sizin evləri çəkib öz müştərilərimizə YouTube kanalımızda və yaxud da Instagram, TikTok kanalımıza təqdim edə bilərik. Kimsə istəsə zəng vursun, danışaq. Biz hal-hazırda Fatmaydayıq. Fatmayın ən hündür ərazisində, ən hündür evin 2-ci mərtəbəsində sizə göstərəcəm. Bütün dəniz ayağımızın altındadır. Fatmayın ən hündür ərazisi deyəndə Fatmayı kəndinin bələdiyyət burada yerləşir, poçt burada yerləşir. Məktəb burada var, yaxınlığında, bu evin yaxınlığında məktəb var. Bu 10 sot ev burada tikilib. 10 sot ev. Biz hal-hazırda evin arxa hissəsindəyik. Evin arxa hissəsində burada meyvə bağları salınıb, meyvə ağacları əkib. Sadəcə burada yaşayış yoxdur, gəlib gedən yoxdur. Heyf olur ev. Yəni ki, ev sahibidir ki, satın bir gözəl insana qismət olsun, yaşasın, istifadə eləsin. Daşma hovuz 4 metrənin 12 metrə olan daşma hovuz dəvə boynu şəlaləsi var. Ev 2 mərtəbəli, tam şəxsi, monolit betonla inşa olunub, lap üstü də termoizolyasiya olunub. Bütün pəncərələr hamısı HBŞB sistemi ilə yığılıb, çox keyfiyyətli. Bir daha söyləyirəm, ev sahibi bura çox pul qoyub, çox da can qoyub. Bütün ev hamısı keramogranitdir, üzləməsində, təmirində bütün evin hamısı metlaqlarla yığılıb, fasad ümumi olaraq. Həyət özü, həyətdə sadəcə həyətə əl gəzdirmək lazımdır. Bura qəşəng şam ağacları əkirsən, düz oradan bura qədər, arxaya yaşıllıq vurursan. Sonra evin ümumi olaraq giriş hissəsi burada. Avtomatik olaraq darvazası var. Pultla təchiz olunur, qollarla təchiz olunur. Burada belə bir yer saxlanıb, yer döşəmə, hamısı bütöv beton olub. Betonun üstündən sonra metlaq vurulub. Burada qəşəng 2 dənə, deməli, xurma ağacı əkirsən, birin bura, birin də ora. Burada yaşıllıq vurursan. Həyətin girişi ümumi olaraq çox super olur, qəşəng olur. Evin 2 mərtəbəli ev ümumi olaraq 450 kvadratdan yuxarıdır, yaşayış sahəsi. 7 otaqlıdır, 7 otaqlı. Evin daxilində bəzi əşyalar var, bəzi əşyalar yoxdur, amma ola bilər ki, əşyalardan bəziləri qalsın, bəziləri də çıxsın inşallah. Torpağın da evində kubçası çıxarışı var. Ev bu ayrıca bir tikilidir, evdən ayrıca. 2-ci mərtəbə bütöv olaraq gözətçi evi kimi nəzərdə tutulub. İçərisində bir yataq otağı, sanitar qovşağı, bir dənə də qonaq otağı mətbəxlə birlikdədir. 2-ci mərtəbədə. 1-ci mərtəbə burada, gəl, texniki otaqdır. Texniki otaq. Burada bəzi əşyalar var, üzürlü sayın, bir daha söyləyirəm. Burada yaşayan olmadığı üçün. Sonra gəlin. Cəbrayıl və Cəbranı da təqdim edeyim. Bura həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır. Bu isə qarajdır. Yenə də avtomatik olaraq darvazası, qaraj və ayağımızın altı 20 tonluq su anbarıdır. Əziz izləyicilər, həyətdə su, işıq, qaz və internet hamısı daimidir. Hər vaxtı var. Yəni, var. Bu evin tam buradan görünüşüdür. Arxadan gördünüz. Bu da ilk olunca həyətə giriş hissəsidir. Bura pilləkən qəfəsidir. İçəridən girəndə görəcəksiniz. Yataq otağıdır. Ora isə qonaq otağıdır. Yuxarıda da yataq otaqları var. Onları da sizlərə təqdim edəcəm. Gedək evin daxilinə. Gəl. Biz hal-hazırda evin 1-ci mərtəbəsinə, ümumi giriş qapısından içəri keçdik. Divarın içərisində bütöv olaraq dolab. Paltar asmaq üçün nəzərdə tutulmuş dolabdır. Sol tərəf 2 gözlü, əkiz qapılardır, pilləkən qəfəsi, 2-ci mərtəbəyə qalxmaq üçün pilləkən. Və burada əlavə olaraq yenə də 2 dənə qapı var. Açırsan, keçirsən dəhlizə. Dəhlizə keçəndən sonra ayrılır. Sol tərəfdə yataq otaqları, sanitar qovşağı, sağ tərəfdə isə qonaq otağı var. Sonra yenə də 2 dənə qapı var burada, açılır, keçirir mətbəxə. Əziz izləyicilərim, baxın, mən 1-ci mərtəbədə
Birinci olaraq mətbəxdən başlayacağım. Mətbəx otağıdır. Mətbəx mebeli, çox qəşəng mətbəx mebeli yığılıb. Bütün sobalar, soyuducu. Mətbəxdən evin arxa hissəsinə baxan bir dənə veranda var. Verandada çıxış, giriş qapısı var. Mətbəxin içərisində sürprizimiz də mövcuddur. Bura evin içərisində, mətbəxdə işlənilən bütün qazan, banka yığmaq üçün yerdir. Bir də paltar yuyan maşın bura qoyulub. Keçirik. Sizlərə mən birinci buradan. Baxın, birinci mərtəbədə yerləşən birinci yataq otağı. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Dəyərli izləyicilər, bir daha söyləyirəm, evin çöldən, həyətdən sizə belə pis gələr, amma çox keyfiyyətli, şəxsi inşa olunmuş bir evdir. Bu da bu otağın içərisində olan qardirob otağıdır. Buradan çıxırıq, keçirik. Birinci mərtəbədə yerləşən ümumi sanitar qovşağı. Birinci mərtəbədə yerləşən ikinci yataq otağı, ikinci. Amma buranı ev sahibi iş otağı kimi düzəldib, amma siz özünüzə uyğun olaraq nə istəsiz eləyə bilərsiniz. İndi isə keçirik qonaq otağına. Keçək. Burada da 2 dənə qapı, qonaq otağı maşallah geniş, gözəl bir qonaq otağıdır. Qonaq otağının qarşısında veranda, buradan da çıxış giriş qapısı var. Burada da ki maşallah çox geniş, gözəl, bahalı stul, sonra bəzənmə stolu, TV stand, televizor, divan, kreslo, hər bir şey mövcuddur. İndi isə qalxaq evin ikinci mərtəbəsinə. İkinci mərtəbədə də yataq otaqları, sizə dənizi göstərəcəm orada necə görünür. Gedək. Evin ümumi giriş hissəsindən, pilləkəndən qalxdım ikinci mərtəbəyə. Birinci mərtəbə sizlərə təqdim edelim. İkinci mərtəbəyə qalxan kimi geniş dəhlizdir. Sağ tərəfdə bizim eyvana çıxış qapımız var. Hansı ki bu giriş hissəyə baxır. Sol tərəfdə birinci başlayacağım yataq otağından. Buyurun. Yataq otağı. İkinci mərtəbədə bütün otaqlar hamısı atapleniya sistemi ilə təchiz olunub. Əlavə olaraq stil sistemi də var. Bu yataq otağının özünün daxilində olan qardirob otağı. İkinci mərtəbədə yerləşən ümumi sanitar qovşağı. Yenə yataq otağı. Sonda sizə dənizə görüntünü göstərəcəm. Burada da bir də qonaq otağı var, qonaq otağından. Yataq otağı. Eyvanı həyətə hovuza baxır. Yataq otağının daxilində qardirob otağı. Qardirob, mebellər hamısı yığılıb və sanitar qovşaq. Keçək. İkinci mərtəbədə də, birinci mərtəbədəki kimi ikinci mərtəbədə də qonaq otağı mövcuddur. Bu qonaq otağının həm arxa hissəyə eyvanı var, evin ümumi giriş hissəsinə, darvazasına. Buradan bu pəncərədən birbaşa dənizə panorama görüntüsü var. Bundan əlavə olaraq ev sahibi bura nə çəkib? Baxın, bura bütün xəttləri çəkib, kanalizasiya xətti çəkib, isti soyuq suyu çəkib, qaz xəttini çəkib. Niyə? Birdən kimsə istəsə burada kiçik bir mətbəx özü üçün düzəldə bilər, buradan istifadə eləmək üçün. Və yaxud da mən düşünürəm ki, bunu çıxardıb birbaşa burada eləmək olar, eyvanda. Keçək bura. Bura cam balkonla yığılıb, sağ-sol hissəsi. Məncə onları çıxardıb hamısını burada bir dənə qəşəng kiçik bir mətbəx düzəltmək olar, buradan da istifadə eləmək üçün. Buradan da ki, hər yer ayağımızın altındadır da.
Bütün pəncərə açılır düz axıra qədər. Burada açılır axıra qədər. Sibriz, Bilgə, Amburan buradan görsənir. Bütün hər yer görsənir. Bu tərəf gəlir Fatmaydı, düz dənizin qırağıdır. Sol tərəf gedir Novxanıya. Maşallah, hər yer. Panorama ləzzətli. Çox möhtəşəmdir. Çox sağ olun əziz izləyicilərimiz. Bizi izlədiyi üçün, bizi izləməyə davam edin. Abunə olmağı kanalımıza, paylaşmağı unutmayın. Bu evin qiymətini deməmişdim deyəsən. Düzü deməmişəm. Start qiymət 750 min manatdır. Endirim olunacaq inşallah. Bir daha söyləyirəm, şəxsi evdir. Şəxsi olaraq özləri üçün inşa ediblər. Çox keyfiyyətli və yəni yüksək səviyyədə bahalı materiallarla təmin olunur. Təşəkkür edirəm sizə. Çox sağ olun.